Salam, xoş gördük dəyərli TikTok izləyicilərimiz. Bugün sizə Binə Savxozda İmam Həsən Məscid küçəsində Ülvi yolundan da gəlmək olur. Belə bir şəxsi evlə tanış eləyəcəm. Evimizin balaca bir həyəti var, gördüyünüz kimi. Ev orta təmirlidir, şəxsi evdir. Bütün kommunalları da var. Qazı, işığı, suyu, dövlət suyuna qədər var. Burada bir dənə belə əldamı var. Kombisi də yerləşdirilib, kombisi də var. Evin içi ilə sizi tanış eləyəcəm. Girişdə burada belə bir koridor. Koridorun sağında hamam otağı yerləşir. Gördüyünüz kimi bu hamam otağı. İşıqlar sayğacdan söndürülüb. Burada koridor hissəsidir. Radiatorlarına qədər var. Bir dənə yataq otağı burada. Geniş yataq otağıdır. Bir dənə abo işləri qalıb. Bir də polu şlifovka eləyib ya da ki laminat vurmaq lazımdır. Burada mətbəx hissəsidir. Burada qonaq otağı yerləşir. Qonaq otağı da genişdir. Gördüyünüz kimi. Burada da ikinci yataq otağı. Burada ikinci yataq otağıdır. Demək olar yataq otağı qonaq otağından böyükdür. Şəxsi evdir, bütün kommunallar var, təcili satılır. İlkin qiymət 51.000 manat deyilir. Reallıq olacaqsa qiymətdə yenə də indirim olacaq. Əlaqə üçün səhifədə nömrəmiz var, əlaqə saxlaya bilərsiniz.